Körpü. Səndən ayrı yaşasam, bağrımın başı ağlar, Azərbaycan torpağı. Körpü her zaman sözümüzü, söhbətimizi soydaşlarımıza yetirən, bizi qovuşduran bir yoldur. Efirdə körpüdür. Vətən böyük bir məfhumdur, bizi yaşadan, məğrur edən, sevməyimiz üçün bir amal olan başlanğıcdır vətən. Varlığımız və son dayanacağımız nöqtədir bu torpaq. Əzəldən ilk kövrək duyğularımız ona ünvanlanır, onu vəsf edir. Əzizlərimiz, bugün körpü ilə vətənin bu başından uzun illər bizdən ayrı qalan bir türk elimizə doğru yol salmaq istərdik. Bu el doğma Kərkükdür, tarixi qədim, musiqisi bizə pünhan, bizə doğma Kərkük. Ah Kərkük, üzü ağ Kərkük, hər zaman üzü ağ Kərkük. Ölsəydin, düşməsəydin, mən səndən uzaq Kərkük. Hər dəfə qədim Kərkük nəğmələrini, bayatılarını dinləyərkən qəribə bir qüssənin acısını duyuruq. Bu həzin musiqilərin ruhunda sanki yüzillərdir saysız müharibələr, qan qada görən, dəfələrlə yurtlarından uzaq düşmək məcburiyyətində qalan Kərküklərin taleyi var. İstərdik bugünkü verilişimizdə Kərküklü soydaşlarımızın həyat hekayəsinə bir körpü salaq. Kərkük türklərinin taleyi çox keşməkeşli olub. Azərbaycan türkçəsinə oxşar dildə danışan türkmənlər İraqın şimal ərazilərində, Kərkük vilayətində yaşayırlar. Tarixçi Əbu Səidin yazdığına görə türkmənlər türklərin böyük bir nəslidir. Anadolu, İraq və Orta Şərq ölkələrində yaşayan Oğuzlardır. Türkmənlər Ərəb xilafəti, Ağqoyunlular, Səfəvilər, Osmanlı imperatorluğunun tərkibində olublar. Bu ərazilərin əsrlərcə hərb meydanına dönməsi türkmən xalqının tarixində dərin izlər buraxır. Yollara dikilən baxışlardan, həsrət yüklü duyğulardan isə Kərkük bayatıları, mahnıları yaranıb.
Kərkük türklərinin sonrakı dövrlərdə taleyinə yenə məşəqqətli həyat yazıldı. 1959-cu il Əbdülkərimin hakimiyyəti dövründə və 1991-ci il Altun körpüdə gerçəkləşən qətliam tarixin səhifəsinə qara bir ləkə kimi yazılır. Kimlərin şəxsiyyət vəsiqəsində Kərkük yazılırdısa, qətlə yetirilirdi. Bir xalqın, bir elin acınacaqlı taleyi, həqiqət bu idi. Türkmənlərin uzun illər ana dilində oxumalarına, ümumiyyətlə dillərinə basqılar olub. Bu vəziyyət Sovetlərdəki türk xalqları istiqlaliyyət qazanana qədər davam edib. İlk dəfə 1959-cu ildə görkəmli yazarlarımız Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadədən ibarət heyət Kərkükü ziyarət etdi. Rəsul Rza Kərkükə dair silsilə xoyratlar və Kərkük qızına həsr etdiyi Ağlayan çox, gülən hanı adlı bir qəsidə yazır. Qəzənfər Paşayev isə yaradıcılığının əsas hissəsini Kərkükə həsr edir. Hicran dərdi yaman olur, yollar çiskin, duman olur. Hər dərdə bir güman olur, ağlama gözəl, ağlama. Türkiyənin maddi-mənəvi dəstəyi nəticəsində müasir dövrümüzdə Kərküklü türklər öz ana dillərində təhsil ala bilirlər. İraqda açılan türk liseylərində Türkiyə türkcəsində oxuyurlar. Onların dərs ləvazimatları da məhz Türkiyədən göndərilir. Kərkük nəğmələrindəki həzin bir niskilin mayası məhz bu tarixi hadisələrdən qaynaqlanır. Evlərinin önü yonca, yonca qalxıb dam boyunca. Boyu uzun, beli incə, ninnə yarım, ninnə, əsmər yarım, ninnə. Evlərinin önü yonca, yonca qalxmış dam boyunca, dam boyunca. Boyu uzun, beli incə, ninnə yarım, ninnə, əsmər yarım, ninnə, ninnə, ninnə. Boyu uzun, beli incə, ninnə yarım, ninnə, əsmər yarım, ninnə, ninnə, ninnə. İstəkli dinləyicilər, bu tanış misralar bizə maraqlı bir tarixçəni xatırladır. Hər kəsin əzbər bildiyi bu mahnının yaranma zamanını demək çətindir. Bircə onu deyə bilərik ki, onun yaşı həsrətimizin yaşı qədərdir. Bu mahnı doğma insanların həsrətinə həsr olunan mahnıdır. Mahnının ifaçılarından olan Sinan Səid Kərkük şəhərində doğulub. 1958-ci ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən müqavilə əsasında Bağdad radiosundan Azərbaycana gəlib. O mahir diktor idi. Gözəl səsi vardı. O illərdə musiqi bilicilərinin məsləhəti ilə müğənni Nərminə Məmmədova ilə birgə bir sıra Kərkük mahnıları ifa edir. Bu iki yanıqlı səsin birgə ifaları ilə Kərkük həsrəti el-el, oba-oba dolaşır. Ulu öndər Heydər Əliyev vaxtilə İraq türkmənlərinin İstanbulda dərc olunan Qardaşlıq dərgisinə verdiyi müsahibəsində qeyd edirdi ki, biz bir bütövün hissələriyik. Həqiqət budur ki, İraq bizə hər zaman nə uzaq, nə də ki İraq olub. Bugün Azərbaycanla İraq arasında əlaqələr daha da möhkəmlənir. Beləcə əlaqələr sıxlaşır. Sevindirici haldır ki, bugün Kərkük elinə gedənləri yola salıb, Kərkükdən gələnlərə qucaq açırıq. İndi Kərkükdən əsən rüzgar özü ilə vüsal gətirir. Çoxdan arzulanan və həsrətlə gözlənilən vüsal.
bugün açıp felek koyur gözüm açıp vallahi açım. Əziz dinləyicilər, verilişimizi buradaca yekunlaşdırırıq. Qeyd edək ki, onu sizə müəllif və aparıcı Səadət Əhməd qızı, rejissor Nailə Hüseynova təqdim etdi. Sağ olun, sağlıqla qalın. Ninne yavrum ninne, esmer yarım ninne.